Mən indi patoloq çəkirəm. Bayaqdı tərəfdə daha çox idi adamların şəkli. Növbəti bir gözəllik. Növbəti bir salona daxil oldum. Və bu balalar... Düzgülər. Divarların öz gözəlliyi şəkilləri. Patolog isə tamam başqa cür. Bax, bu da növbəti balaca bir salona girdik. O bilərə nisbətən. Bax, belə bir şəkillər burada. Nə gözəl, nə gözəl. Aman Allah. Mən Tretyakovkada olmuşam, Moskvada. Onda da mənə şəkillər böyük təsir bağışlamışdı. Bakıda Rüstəm İbrahimbəyov, onun şəkil qaleriyasında olmuşam. Orada da, onlar reproduksiyadılar, yəni şəkillərin əsli deyil. Amma bunlar isə hamısı əslidir. Baxın, belə bir misir, nə deyəsiz, cam, kurşun belə bir şey var burada. Bax, böyütdüm, uzaqdan çəkim. Bax. Hardan tapılıb görən bunlar? Bizim eradan əvvəl, yəqin ki, 1-ci, 2-ci əsrlər. Bizim eradan əvvəl. Deməli, bu əsərlərin gözəlliyi ondan ibarətdir ki, bunlar reproduksiya verirlər, əsillidir. Bax, belə bir tarifi nə qablardır bunlar? Bəlkə də Şamdandılar, yəqin ki. Bax, belə bir heykəl, onun da yenə başı yoxdur. Bax, belə bir şey, belə bir heykəl. Tak. Maskalar. Maskalar. Tak. We just need to go to yes. Xırda heykəlciliklər. Xırda heykəlciliklər doludur. Patolog çəkmən yadımdan çıxmasın. Bax, patolog belə. Tak. Deyəsən, bu Kleopatradır. Bax, belə bir şəkil. Tak. Bax. Tak. Antik əsərlər. Antik əsərlər. Bax, belə bir şey. Mən yenə dala qaldım hamısından. Tak. Növbəti patolog. Patologun şəkli, bax, belə bir şey. Aha. Bax, beləsini çəkməmişdim. Başa qoyulan papaq. Bax, yenə şəkillər. Bağlı heykəllər. Növbəti zal, növbəti patolog. Tak. Növbəti gözəlliklər. Tak, yenə də növbəti balaca bir salona daxil oldu. Burada da istirahət edənlər də var. Patologlar artıq boynum ağırtdı patologların şəklini çəkməkdən. Amma gözəldir, çox gözəldir. Tak, mən bildim Sfinksi, yox, Sfinks deyir. Deməli, bu harada olur bunlar? Misirdə olur da. Egipski qoruyucular. Hələ Sfinks. Sfinks də düz deyirəm də. Belə bir şey. Yenə də patolog, qeyri-adi bir patolog. Tak.